Bir sıra faktorlarla bağlı olan problem. Mövzunu Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təcrübəli nevroloqu Ülviyə Səlimova ilə müzakirə edəcəyik. Əl əsməsi pasientləri nevroloqa gətirən əsas şikayətlər arasındadır. Adətən əl əsməsi deyəndə hər kəsin gözünün önündə Parkinson xəstəliyi canlanır. Lakin bu belə deyil. Əsməni yaradan müxtəlif xəstəliklər ola bilər və əsmə şikayəti hər yaşda müşahidə oluna bilər. Əl əsməsini əmələ gətirən xəstəliklər, bu xəstəliklərin inteqrativ tibb üsulları ilə müalicəsi barədə Yaşamaq Gözəldir verilişində danışacağıq. Effektiv müalicə metodları ilə sağlamlığınızın keşiyində durun. Hər vaxtınız xeyir olsun. Həftənin bazar ertəsi Yaşamaq Gözəldirdən hər kəsi salamlayırıq. Artıq anonslarımızdan bəllidir müzakirə edəcəyimiz mövzu. Həqiqətən də bu problem hal-hazırda mən deyim nəinki yaşlılarda, yəni yaş fərqi yoxdur. Cavandan yaşlıya hər kəsi əhatə edən bir problemdir və əlimiz əsən zaman dərhal təlaşa düşürük və birinci düşündüyümüz doktorun da dediyi kimi odur ki, görəsən mən həqiqətən Parkinson xəstəliyindən əziyyət çəkirəmmi sualı olur. Ancaq bütün bu sualların cavabını geniş şəkildə verilişimizdə cavablandırmaq üçün Ülviyə xanım Səlimova qonağımızdır və təbii ki, bir neçə dəqiqədən biz mövzumuzun müzakirəsinə başlayacağıq. Bilirsiniz ki, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində çalışır doktorumuz və geniş şəkildə inteqrativ tibbin xüsusi yanaşmasını da vurğulayacaq və ümumiyyətlə bu hansı xəstəlikdir? Biz nədən qorunmalıyıq, necə etməliyik, müalicəsi varmı? Bütün bu sualların cavabını bir neçə dəqiqədən sonra cavablandıracağıq. İstərdim mövzumuzun müzakirəsinə başlamamışdan öncə Ülviyə Səlimovanın geniş dosyasına birgə nəzər yetirək, sonra müzakirəmizə başlayaq. Həkim-nevroloq Ülviyə Səlimova Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika Fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə bir sayılı şəhər klinik xəstəxanasının sinir damar şöbəsində internatura keçib. 2009-2017-ci illərdə Respublika Narkoloji Dispanserinin Poliklinika şöbəsində həkim-nevropatoloq kimi fəaliyyət göstərib. Tətbiqi homotoksikologiya üzrə elmi praktik, segmentar metamerik biotənzimləyici terapiyaya həsr olunmuş seminarlarda iştirak edərək sertifikatlara layiq görülüb. Müxtəlif illərdə bioloji təbabət üzrə Almaniya, Kolumbiya, İsveçrə, Rusiya və Ukrayna mütəxəssislərinin seminarlarının, Alman mütəxəssislərinin homeosiniatriya və nevral terapiya üzrə kurslarının iştirakçısı olub. Akupunktura, hirodoterapiya, həmçinin Türkiyənin Akdeniz Universiteti xəstəxanasının nevrologiya kafedrasında ixtisas artırma kursları keçib. 2007-ci ildən Almaniya Antihomotoksikologiya Cəmiyyətinin üzvüdür. Müxtəlif nevroloji xəstəliklərin bioloji təbabət metodları ilə müalicəsində uğurlu praktik nəticələri var. Xoş gördük doktor, sabahınız xeyir olsun. Hər vaxtınız xeyir. Maşallah dosyeniz olduqca zəngindir. Elə dosya arası biz doktorumuzla müzakirə aparırdıq. Doktorluq elə bir peşədir ki, yəni mən bunu bilirəm sözü yoxdur. Dayanmadan inkişaf lazımdır. Bir müəllimlərin peşəsi belədir. Hazırki devirdə bir doktorların peşəsi belədir. Bu şərəfli peşədə sizə uğurlar arzulayıram və səbir arzulayıram təbii ki. Təşəkkür edirəm mən də sizə. Doktor, bugün seçdiyiniz mövzu çox maraqlıdır. Düzdür, biz bir dəfə əl əsməsi ilə bağlı, dağınıq sklerozla bağlı bunu danışmışdıq. Bu tamam başqa bir mövzudur. Ola bilər izləyicilərimiz elə bilər biz yenidən təkrarən müzakirə edirik. Xeyr, bugünkü müzakirə edəcəyimiz mövzu bambaşqa bir mövzudur. Belə ki, ümumiyyətlə əl əsməsi olanda insanlar birbaşa nevroloqa müraciət edirlər, Parkinsondan şübhələnirlər və başqa xəstəliklə məlumatları yoxdur. Bəli, ağıllarına gəlmir. Ümumiyyətlə, əl əsməsini yaradan dedik, müxtəlif xəstəliklər var. Nədir bu xəstəliklər ki, biz bunu bilməliyik? Bəli, doğrudan da sizə qatılıram. Əl əsməsi elə bir simptomdur ki, tək yaşlılarda müşahidə olunmur. Bu, cavan yaşlardan, hər yaşda əli əsən pasiyent biz qəbul edirik. Amma maraqlı burasındadır ki, əlimiz əsməsini həmişə biz xəstəliklə bağlamalı deyilik. Çünki fizioloji səbəbləri də var əl əsməsinin. Məsələn, hər hansı bir kompüter, bilirsiniz də, indi cavan yaşlı uşaqlar kompüter oyunlarını çox oynayır. Gərgin şəraitdə
əllərimizi gərərək hər hansı bir kompüter oyunu oynayırıqsa da biz əsməyi görə bilərik. Və yaxud da idmanla məşğul olmaq bilirik ki, hər birimizə faydalıdır, xeyirlidir. Lakin uzun müddət əzələni gərəcək, onu belə deyək, incidəcək hər hansı bir uzun müddət hərəkət eləyəndə sportla məşğul olanda da biz onu görə bilirik. Və yaxud da ağır, məsəl üçün, qaldıra biləcəyimizdən ağır bir yük qaldırırıq və yükü yerə qoyandan sonra sanki əlimizdə bir boşalma, bir əsmə hissi də bilirik. Və yaxud da belə deyim, qəhvəni sevən insanlar var, elə pasiyentlər var ki, hətta deyir ki, doktor, mən hər səhər bir fincan qəhvə içməsəm, günə başlaya bilmirəm, sanki özümə gələ bilmirəm. Kafein tərkibli içkilərdən də çox istifadə zaman-zaman əl əsmələrinə gətirib çıxara bilər. Bu fizioloji səbəbləridir, hansı ki, biz təbii ki, az öncə sadaladığım əl əsmələrini müalicə eləmirik. Zaten bu əl əsmələrin bir müddətdən sonra keçib gedir. Bir də qeyd etmək istəyirəm ki, biz əl əsməsi olan pasiyenti qəbul edəndə mütləq istifadə etdiyi dərmanları, hələ xəstəlikləri keçməmişdən, onun hər hansı bir altda yatan patoloji proses varmı, yoxmu, ona baxmamışdan əvvəl mütləq soruşuruq. Hər hansı bir dərman qəbul edirsinizmi? Çünki əsas etibarilə aldığımız xəstələr yaşlı xəstələrdir və bunların da təbii ki, komorbidlər var, yəni əlavə xəstəliklər var, şəkəri var, təzyiqi var, ürək ritm pozulmaları olan pasiyentlər var, hansı ki, müxtəlif dərmanları qəbul edir. Bu xəstələrdə əsmələri və yaxud da sinir sistemin gərginliyi, depressiyadan əziyyət çəkən xəstədir, panik atakı olan xəstədir, müxtəlif sakitləşdiricilər, antidepressantlar, psixostimulyatorlar qəbulu əl əsməsini gətirib çıxara bilər. Və maraqlı budur ki, əgər əsmənin səbəbini verən hər hansı bir dərmandırsa, biz bu dərmanı ortadan götürməklə başqa heç bir müalicə etmədən əl əsməsini asanlıqla kontrol altına ala bilirik. Yəni, bax, deyirsiniz ki, digər bir xəstəlikdən əziyyət çəkir. O xəstəliyin dərmanını aradan götürəndə bəs o pasiyentin səhhətinə necə təsir göstərir bu? Deməli, yanaşma biraz fərqli olmalıdır. Hər preparat, əgər ələxüsusda söhbət kimyəvi tərkibli, məsəl üçün neuroliptiklərdir, antidepressantlardır, hansı ki, bilirsiniz ki, mən integrativ tibb mütəxəssisiyəm, elə bizim çalışdığımız da odur ki, biz kimyəvi preparatlardan maksimum səviyyədə pasiyentlərimizi azad edək və yaxud da dozasını endirək. Çünki orqanizm individualdır. Hər istifadə etdiyimiz preparatın dozası hər insana eyni cürə təsir etmir. Və dərmanların hər birinin də əlavə təsirləri var. Çünki biz bu hər hansı bir dərman qəbul edəndə onun içlik vərəqində rahatlıqla görə bilirik. Düzdür, hər insanda olmur, hər pasiyentdə olmur, amma əgər pasiyentdə şiddətli dərəcədə qəbul etdiyi dərman əl əsməsi verirsə, mütləq şəkildə o dərman başqa bir dərmanla, başqa bir alternativ müalicə üsulu ilə əvəz olunub pasiyentdən götürülməlidir. Gələk əl əsməsinin altında yatan ciddi xəstəliklər. Əl əsməsi həmişə nevroloji xəstəliklərdən olmur. Məsələn, zobu olan, şəkəri olan xəstələri də biz bunu görə bilirik. Nə zaman görə bilirik? Əgər şəkərli diabetdən əziyyət çəkən bir pasiyentdə şəkər aşağı düşübsə, biz tremoru görə bilərik. Və yaxud da zob dediyimiz, insanlarımız zob adı ilə daha yaxşı da, tireotoksikoz xəstəliyi var ki, burada qalxana bənzər və hormonlarının yüksəlişi biz müşahidə edirik ki, bu xəstələrdə də biz, əgər hormonlar yüksək səviyyədədirsə, kontrolda deyilsə, biz əsməni görə bilirik. Məhz ona görə də hər nevroloqa gələn pasiyent ətraflı şəkildə müayinə olunmalıdır. Tək nevroloji xəstəliklər üzrə yox, digər xəstəliklər də nəzərə alınmalıdır. O ki qaldı, əsməni yaradan nevroloji səbəblərə, bunun özü də çox geniş bir sahəni əhatə eləyir. Siz verilişin əvvəlində dediniz ki, hər əli əsən sanki fikirləşir ki, məndə Parkinson var. Təbii ki, əgər biraz da üstünə yaş gəlibsə, xəstələr təlaşla gəlir ki, doktor, mənim əllərim əsir. Birdən qorxuram, mən oxudum, araşdırdım, bəs Parkinson olaram. Təbii ki, hər əl əsən pasiyent Parkinson deyil və əsmənin özünün verəcək bir sıra nevroloji xəstəliklər var. Belə ki, düzdür, ciddi xəstəliklərdən tutmuş sadə xəstəliklərə qədər, belə bölək. Sadə dediyimiz ilkin başlayaq nevrotik vəziyyətlərdən. Hər birimiz stres yaşamışıq. Yəqin ki, özümüzdə müşahidə eləmişik ki, stresə düşdüyümüz vaxt sanki əllərimiz əsir. İmtahan qabağı ola bilər, hər hansı ciddi iş görüşməsi əvvəl ola bilər, əllərimiz büzgün. Həyəcanla əlaqəli ola bilər. Həyəcanla əlaqəlidir, bəli. Qanda müəyyən ki, hormonların səviyyəsi artır, belə deyək, stres hormonu
O zaman da bu bizə əzəllərdə gərilmə və titrəmə verə bilər. Deyirik ki, ayda bütün bədənim əsir, sanki əllərim əsir. Bax, bu stres vəziyyətində, panik vəziyyətdə müşahidə oluna bilər. O cümlədən də həyəcan pozulmalarından əziyyət çəkən xəstələrdə panik atak deyirik. Biz buna həyəcan tutmaları vaxtı, panik tutmaları vaxtı çox rahatlıqla biz əllərdə tremoru müşahidə edə bilirik. Təbii ki, bu əməlli başlı nevroloji bir xəstəlikdir. Biz bunu adi stres oldum, əlim əsdi yox. Düzdür, hər stres əgər kontrol altına alınırsa, panik atak olmayan xəstədən söhbəti getmir. Məsələn, hər birimiz dediyim kimi bu stresi yaşaya bilirik və əsməyi görürük. Amma söhbət həyəcan pozulması olan pasiyentlərdən gedir. Təbii ki, burada nevroloqun müdaxiləsi mütləqdir. Digər bir nevroloji xəstəlik ola bilər. Beyin damar xəstəlikləri çox ciddi xəstəliklər qrupudur. Əgər bizim hərəkətlərimizə, beyin damar xəstəlikləri deyəndə biz insultları, beyin qansızmalarını, beyində olan hətta şişlər, məsəl üçün xüsusi nahiyələrdə yerləşən şişlər var ki, bizim hərəkətlərimizi təmin edən, hərəkətlərimizin səlisliyini təmin edən nahiyələrdə, xüsusilə də beyincikdə olan beynin xüsusi bir şöbəsi var. Həmən nahiyədə olan şişlərdə biz tremoru, əsməni görə bilirik. Bu da təbii ki, xəstə özü də görə bilər. Artıq xəstələrdə şikayət tək əl əsməsi kimi yox, müvazinətin də pozulması və s. digər nevroloji simptomlarda meydana çıxır. Təbii ki, bu meydana çıxan simptomların da bir müalicə üsulu var. Bu müalicə üsulu da Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində inteqrativ tibbin xüsusi yanaşmasıdır. Bu haqda danışarıq. Mən ancaq bir xatırlatma etmək istəyirəm izləyicilərimizə. Belə ki, Ülviyə Səlimova həftədə 2 dəfə əziz izləyicilərimiz olur bölgədə və təbii ki, bölgədə bizi izləyən izləyicilərimiz rahatlıqla doktorun qəbulunda ola bilərlər. Hər həftənin 3-cü günü Göyçay Bioloji Təbabət filialında olur. Göyçayın Bioloji Təbabət filialında olur və doktorumuz 5-ci günü isə Masallı Bioloji Təbabət klinikasında olur və təbii ki, öz pasiyentlərini qəbul edir. Bu, hər həftə mütəmadi olaraq təkrarlanır. Əgər Ülviyə Səlimovanın qəbulunda olub, probleminizi birbaşa doktorla həll etmək istəyirsinizsə, təbii ki, paytaxt Bakıya da gələ bilərsiniz. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi fəaliyyət göstərir. Əlaqə nömrəsi 050 və 070 provayderlərdən 430-89-89. Eyni zamanda hər həftənin 3-cü günü Göyçay Bioloji Təbabət, 5-ci günü isə Masallı Bioloji Təbabət klinikasında öz pasiyentlərini qəbul edir Ülviyə xanım Səlimova. Doktor, inteqrativ tibbin yanaşmasını bilmək istərdik. İzləyicilərimizə də maraqlıdır. Xüsusən də Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi hər zaman bütün xəstəliklərə fərqli yanaşır. Müalicə keçməmişdən qabaq qısa olaraq səbəblər arasında Parkinson xəstəliyi qeyd etməliyəm və essensal tremoru da qeyd etməliyəm. Beyin şişləri, damar xəstəlikləri, böyrək üstü vəzin problemləri, şəkər düşməsi, ümumiləşdirsək fikrimizi, tireotoksikoz dedik və bir də ki, Parkinson və essensal tremorda da biz xəstələrimizdə əsmələri görə bilirik. İnteqrativ tibb ümumiyyətlə xəstəyə bir bütün yanaşmadır. Yəni, inteqrativ tibb mütəxəssisi dedikdə biz hər hansı bir digər müalicələrlə məşğul deyilik. İnteqrativ tibb deyəndə biz az əvvəl ekranda da gördük cədvəli. Bütün tibbin sübut olunmuş üsullarını özündə birləşdirən bir təbabət. Yəni, mən nevroloqamsa, az əvvəl də qeyd elədim, pasiyent gələndə biz onu hər tərəfli araşdırırıq. Burada məqsədimiz xəstəliyi simptomatik müalicə etmək deyil. Yəni, simptom var, bax, görürsünüz, ekranda rahatlıqla biz bunu izah eləyə bilərik. Birinci həlqəsində, həlqənin birinci başlayan hissəsində biz görürük akademik tibb, farmakoterapiya, cərrahiyyə, təcili, tibbi, təxirə salınmaz yardım. Əgər bizim xəstəmizin əl əsməsinin səbəbi hər hansı bir beyin şişi, hər hansı bir ciddi damar patologiyasıdırsa, mütləq ki, bizim etməyimiz lazım olan ilk əvvəl təcili tibbi yardım, xəstənin təxirə salınmaz tədbirlərdir. İnteqrativ təbabət, inteqrativ tibb, xroniki xəstəliklərin müalicəsi ilə məşğul olan bir tibbdir. Yəni, biz burada təcili xəstəyə lazımdırsa yardım etmək, mütləq ki, akademik təbabət özündə birləşdirir. Yəni, o elə bir bizdə təəssürat yaratmasın ki, bu başqa bir şeydir. Yəni, bunu qırağa qoyuruq akademik təbabəti. İnteqrativ tibb həkimləri ancaq ki, yüngül tərəflərin, xeyr, əsla belə deyil. Xəstəyə lazım olan yardım yerində göstərilir. Səbəb əgər xroniki nə deməkdir? Yəni, sonlanmayan, sağalmayan, 6 aydan çox davam edən, illərlə davam edən xəstəliklərin verdiyi bir
bugünkü gün bizim mövzumuz yəni əsmədir. Bu əsmədə biz artıq inteqrativ tibb üsullarından istifadə edirik. Birinci, onu da qeyd edeyim ki, əsməni əmələ gətirən səbəblərdən biri də orqanizmdə toksik yükün olması və ağır metal yüküdür. Ağır metal deyəndə bəzən pasientlər, doktor, mən o ağır metalı hardan aldım? Yəni ətrafımızda o qədər biz rahatlıqla ağır metallar ala bilərik. Gündəlikdə istifadə etdiyimiz diş macunlarından tutmur, paltarlarımızı yuyarkən istifadə etdiyimiz iyləndiricilər, toz halında olan yuyucu vasitələr, qab yuyucu vasitələr və s. Yəni havanın da ekologiya getdikcə çirklənir, tüstüsü, tozu, maşınların tüstüsü və s. Bunların hər birindən biz asanlıqla ağır metalları orqanizmimizə alırıq. Nə etməliyik? İnteqrativ tibbin əsas məqsədlərindən biri birinci müalicəyə başlayanda detoks drenajdır. Yəni ki, orqanizmi belə başa düşək. Biz xəstəliyi orqanizmin normal işinin pozulması kimi başa düşək. Əgər bədəni özünü müdafiə mexanizmlər var, düzdürmü? Allah Taala yaradıb ki, biz doğuşdan bədən özünü müdafiə etməyə və özünü bərpa etməyə qadirdir. Xəstəlik o vaxt yaranır ki, artıq orqanizm bu işini görə bilmir. İnteqrativ tibb həkiminin işi bunu bərpa etmək, orqanizmin pozulmuş özünü tənzimləmə, özünü sağaltma mexanizmini yenidən bərpa etmək, yenidən qaydaya qoymaqdır. Bunun üçün mütləq şəkildə bizim bədənimizi təmizləyən sistemlərimiz var. Hansı ki, qaraciyər, mədə-bağırsaq sistemi, limfa sistemi və dəri. Bunların drenaj deyirik də, yəni işini aktivləşdirmək. Yəni bədənimizə girən istər ağır metal olsun, istər toksik yük olsun, toksinlər olsun, istərsə də orqanizmdə kimyəvi proseslərdə, biokimyəvi proseslərdə yaranan ağır metallar, sərbəst oksigen radikallar olsun, bunları orqanizmdən çıxartmaqdır. Yəni orqanizmi müdafiə edən antioksidan, çökmüş antioksidan. Yəni çökmüş niyə deyirik? Bu zaten bizdə var. Orqanizm öz-özünü daim bərpa edir və daim sağaldır. Bunu bərpa etməkdir. Bunun üçün də xüsusi təbii tərkibli preparatlar həftədə 2 dəfə olmaqla vena daxilinə yeridilir. Buna biz deyirik inteqrativ təbabətdə drenaj, detoks, ağır metal yükünün götürülməsi, xroniki infeksiya ocaqlarını tapıb onları müalicə etmək. Xroniki infeksiya ocağı deyəndə biz nəyi nəzərdə tuturuq, nə nəzərdə tutulur? Dişin dibində olan iltihabi proseslər, elə pasient var, gəlir, Parkinson xəstəsidir, əsmə ilə gəlibdir. Xəstədə biz soçek müayinəsi eləyirik. Soçek orqanizmdə, belə deyək, toxumalarda, qanda deyil də, toxumalarda olan metalların, mineralların və ağır metalların səviyyəsini bizə göstərən bir üsuldur. Müayinədə hal-hazırda biz onu ekranda görürük. Müayinələrdə biz baxırıq ki, xəstəmizin xeyli dərəcədə civə yükü var. Demək olar ki, bütün Parkinsonlarımda artıq neçə ildir ki, biz bu Parkinsonlarla işləyirik. Demək olar ki, təsadüfən olar ki, mən görmərəm orada civə yükünün olmasını. Bütün Parkinsonlarımda, hətta xəstəni müayinəyə göndərəndə bilirəm ki, artıq civə yükü gələcək. Niyə? Çünki ağır metallar, dəm qazı ilə zəhərlənmə, civə yükü tremor verən, əsmə verən səbəblər arasındadır. Və təbii ki, bəlkə də xəstənin belə deyək, heç Parkinsonu yoxdur. Olur, dəfələrlə səhv diaqnoz qoyulan pasientlərlə üzləşirik biz. Amma xəstəmizi cəlb edirik inteqrativ müalicə üsullarına, orqanizm detoks olunur, civə yükü azalır, xəstənin tremor azalır. Heç bir kimyəvi dərman hətta istifadə etmədən. Bax, inteqrativ tibb bizə bu imkanları verir. Biz hal-hazırda diaqnostik üsulu görürük ekranda, bu qaranlıq saha mikroskopiyasıdır. İnteqrativ tibb üsulları ilə müalicədə həkimin istifadə etdiyi ən əsas müayinə üsullarından başlıcası qaranlıq saha mikroskopiyasıdır. Nədir qaranlıq saha? Biz hər dəfə efirlərimizdə bunu deyirik. Çünki qapıdan girən hər bir xəstədə biz bu müayinəni istəyirik. Xəstənin qulağından bir damla qan alınır və mikroskopda gördüyünüz kimi həkim onu baxır. Bu canlı qandır. Elə anındaca xəstəyə məlumat verilir. Burada biz qanın keyfiyyətinə baxırıq. Biz təbii ki, laborator üsullardan da istifadə edirik və mütləqdir. Çünki diaqnozu qoymaq dünya standartlarında olan, yəni deməli, hər bir xəstəliyin protokoluna uyğun aparılır, mütləq şəkildə. Bizim təqdim etdiyimiz ondan əlavə olaraq qanın keyfiyyətinə nəzarət edən bir üsuldur. Yəni, xəstəyə ancaq ki, qaranlıq saha mikroskopiyası edək, müalicəmizi aparaq deyə bir şey yoxdur. Bəzən pasientlər bunu səhv salır, həm də kolleqalarım. Burada biz qanın keyfiyyətinə baxırıq. Mikroskopda eritrositləri, qanın formalı elementlərini, limfa sistemini, hissəciklərinə, yəni makrofaqları, limfositləri, qaraciyər yükünün olmasını,
Hətta bizim üçün ən vacib nüans olan, qeyd edeyim ki, son zamanlarda beyin və bağırsaq arasında əlaqə artıq sübut olunub. Bütün nəinki əsbə, Parkinson, bütün nevroloji sağalmayan xəstəliklərdə, bura aiddir miqren, bura aiddir nevrozlar, bura aiddir əsmə, Parkinson, dağınıq skleroz və s. hansı ki, akademik təbabətdə biz bu xəstəlikləri müalicə edib bitirə bilmirik, təəssüf ki. Düzdür, yeni araşdırmalar gedir, yeni dərmanlar çıxır, amma buna baxmayaraq, integrativ tibb klinikasından ayağını, addımını içəri qoyan pasiyent istifadə etdiyi dərmanların dozasında azalmanı görür. Bəzi dərmanların tamamilə aradan qaldırılmasını görür. Niyə? Çünki biz qaran sağ mikroskopiyasını və digər tam bir diaqnostika edərək pasiyentdə belə deyək, çatmayan mikroelementlər, ağır metallar, Leaky-gut sindromu nədir Leaky-gut? Beyin və bağırsaq arasındakı əlaqəyə əsaslanaraq bağırsaq keçiriciliyinin pozulması. Əslində, vaxtımız çox azdır deyə mən çox detallara girə bilmirəm. Amma qeyd edeyim ki, bütün xəstəliklər bağırsaqdan başlayır. Yəni, bağırsaq mikrobiotasını normallaşdırmaq, bağırsaq həzmini düzəltmək, nəzərə alaq ki, biz orqanizmamızı elə gündəlikdə qəbul etdiyimiz qidalarla zəhərləyirik. Nə yaxşı ki, bioloji təbabət integrativ müalicə mərkəzi var ki, bu mərkəz bütün xəstəliklərə xüsusi yanaşır və təbii ki, bu yanaşma da siz doktorların pasiyentləri ilə ünsiyyəti, müayinə və müalicəsinin müsbət nəticələri, biz dəfələr o nəticələri də efir vasitəsilə təqdim etmişik. Təşəkkürümüzü bildiririk sizə və təbii ki, kollektivinizə. Və əziz izləyicilərimiz, bugünlük bizə ayrılan efir vaxtı yekunlaşır. Sonda bir təşəkkürüm də var geyinmə görə. Nil Qadın və Uşaq Geyimləri mağazasına təşəkkürüm bildirirəm. Çox sağ olun və təbii ki, vaxt irələdikcə mövsümün maraqlı geyimlərini də bizə yenə də təqdim edəcəklər. Bizə ayrılan efir vaxtı yekunlaşdı. Sabah fərqli bir mövzu ilə görüşünüzə gələcək. Yaşamaq gözəldir, mütləq izləyin.